Salam müəllimlər, hər vaxtınız xeyir olsun. Deməli, bizim MİQ və sertifikasiya dərslərimiz davam eləyir. Dərsə qoşulmaq istəyən müəllimlər müraciət eləyə bilər. Yəni, fizikanı dərindən öyrənmək istəyən, 100% nəticə toplamaq istəyən müəllimlər bizim dərsimizə qoşula bilər və eyni zamanda dərslər həftədə 3 dəfə keçirilir və həftə sonu da, yəni bu tipli sınaqlar müəllimlərə işlədilir. Və eyni zamanda, yəni mənim çəkdiyim video bu sınaq videosudur. Yəni deməli müəllimlərə atılan sınaqların video izahları ancaq yəni dərsə qoşulan müəllimlərə deməli verilir və onlar baxırlar. Ancaq həmin müəllimlər baxa bilər o videolara. Yəni bu tərtib etdiyim sınaqlarda sırf MİQ və sertifikasiyaya düşmə ehtimalı olan suallardır. Yəni kopya olunmuş, nə bilim, şablon suallar deyil. Yəni ciddi məşğul olmaq istəyən müəllimlər, yəni hər bir müəllimə də fərdi yanaşırıq. Və qrup və fərdi dərslərimiz keçirilir. Qrupda da maksimum 10 müəllim olur. Yəni artıq müəllim olmur. Yəni məlumatı sizə çatdırıram ki, bəzən müəllimlər mənə yazır ki, dərs haqqında məlumat, ona görə elə əvvəldən sizə çatdırıram ki, yəni dərsin formatı belə olur. Vaxt itirmədən deməli sınağın izahına başlayaq. Deməli birinci sual deyir ki, hansı halda düzxətli hərəkət zamanı yerdəyişmənin qiyməti gedilən yola bərabərdir? Dəyərli müəllimlər, deməli yerdəyişmənin qiyməti yola nə vaxt bərabər ola bilər? Deməli, yerdəyişmə gedilən yola nə vaxt bərabər ola bilər? Yəni, yerdəyişmənin modulu. Cisim hərəkət istiqamətini dəyişməsin. Məsələn, bura baxın diqqətlə A variantına. Cisim x-ox istiqamətdə edib, sonra x-oxun əksinə. İstiqamət dəyişib, bu olmaz. Burada da. Cisim x-ox istiqamətdə getdi, sonra x-oxun əksinə. Burada da olmaz. Burada cisim x-oxun əksinə getdi, sonra x-ox istiqamətdə etdi. Burada da olmaz. Burada cisim x-ox istiqamətdə etdi, sonra dayandı, sonra x-oxun əksinə. Burada da olmaz. Amma burada fikir verin. Cisim x-ox istiqamətdə getdi, sonra dayandı, sonra x-ox istiqamətdə etdi. Deməli, bu halda yol yerdəyişməyə bərabərdir. Yəni, A variantın elə belə bir nümunə kimi göstərim sizə. Yəni, elə bil cisim, bax, buradaydı. X-oxun çəkirəm siz üçün, x-oxu. Cisim A nöqtəsində idi. Gəldi, tutaq ki, B nöqtəsinə. X-ox istiqamətdə. Sonra x-oxun əksinə gəldi. İstiqamət dəyişir. Əlbəttə, bax, buradan bura qədər olan məsafə, buradan bura qədər olan məsafənin cəmi, yəni, bax, bu yerdəyişmədə budur. Yəni, buna desə A, buna desə B, buna desə C, yerdəyişmə AC-dir, amma yola bax, AB üstəgəl BC. Yəni, istiqamət dəyişirsə, yol yerdəyişmədən deməli böyükdür. Amma istiqamət dəyişmirsə, yol yerdəyişməyə bərabərdir. Keçək ikinci suala. İkinci sualda deyir ki, cismin hərəkəti x-y müstəvisində verilmişdir. Cismin yerdəyişməsi nə qədərdir? Yerdəyişmə bilirik ki, cismin başlanğıc nöqtəsi ilə son nöqtəsini birləşdirə. İstiqamətlənmiş düz xətt parçasına deyirlər. Bax, bura fikir verin. Bax, bu hissə 4-dür. Bax, bura 4-dür. Bu hissəyə baxaq. Bax, burada 3-dür. Deməli, 4 metr, 3 metr. Pifaqor teoreminə görə bura olacaq 5 metr. Cavab C variantı. Üçüncü sualda deyir ki, koordinatın zamandan asılı qrafikinə əsasən hansı fikir doğrudur? Deməli, biz bilirik ki, bu hərəkət sükunət şərti deməkdir. Aydındır. Yəni, sürətin OX ox üzrə proyeksiyası sıfırdır. Bu doğrudur. Yəni, cisim sükunətdədirsə, əlbəttə ki, onun sürətinin proyeksiyası sıfırdır. Sonra, keçək bursuna, dördüncü suala. Deməli, metro eskalatoru 2 metr bölü saniyə sürətlə yuxarı qalxır. Və eskalator bərabər 2. Eskalator üzrə rəşid hansı istiqamətdə və nə qədər sürətlə hərəkət etməlidir ki, onun yerə nəzərən sürəti 4 metr bölü saniyə olsun? Aha, bax. İndi biz bilirik ki, yerə nəzərən sürət, deməli, eskalatorun sürəti plus sərnişinin sürətinin vektorial cəmi. Bu oldu 4. İndi bu iki cəmin
4 olması üçün eskalator yuxarı gedir, düzdür? 2 ilə. Deməli, bunun üstünə sərnişinin də sürəti 2 olmalıdır ki, bunların ikisinin cəmi 4 eləsin. Çünki sürət vektorial kəmiyyətdir. Vektorlar eyni istiqamətdə olanda toplanır. Deməli, buradan belə çıxır ki, sərnişin yuxarı 2 metr böl saniyə sürətlə getməlidir ki, deməli, onun yerə nəzərən sürəti 4 olsun. Yəni, sürətlər də eyni istiqamətdə olanda toplanır axı, oldu sürət 4. Ona görə, deməli, burada cavab olacaq 4-də B variantı. 5-ci sualda deyir ki, sürət proyeksiyasının zamandan asılı qrafiklər vermişdir. 6-cı saniyədə A cisiminin B cisiminə nəzərən sürətinin proyeksiyasını tapın. Deməli, 6-cı saniyənin sonunda A cisiminin sürəti biz bilirik ki, bunlar 1-1 artır da, 1, 2, 3. Deməli, A cisiminin sürəti oldu nə? Deməli, 3. B cisiminin sürəti nə oldu? 6-cı saniyənin sonunda. 6-cı saniyənin sonunda B cisiminin sürəti oldu 6. Deyir ki, A cisiminin B cisiminə nəzərən sürəti. Əlbəttə, A cisiminin B cisiminə nəzərən sürəti nədir? A-dan B-ni çıxıram da. Bu da eləcək -3. Deməli, cavab olacaq burada B variantı. 6-cı sualda deyir ki, koordinatın zamandan asılı qrafik verilmişdir. 4 saniyə ərzində yola görə orta sürəti tapın. Deməli, ümumiyyətlə, orta sürət S böl T-dir. Yola görə deyir də bizə, düzdür? 4 saniyədə isə 4-ü bura yazıram. İndi baxaq. Həmişə yolu tapanda, bax, bura asan da olsun deyə, bax, buraları qeyd edirəm. A, B, C, D. A, B, B, C. Yol trayektoriyanın uzunluğudur. Yəni, A, B üstəgəl B, C. A, B buradan bura 3-dür, plus. B, C də buradan bura 3-dür, böl 4. Bu da eləyir 6-nı 4-ə böləndə eləyir 1/5. Cavab B variantı. Keçək növbəti suala. Burada dedi ki, yola görə orta sürət tap. Yenə də birinci yolu tapıram. Yenə də yadınızda saxlayın. Koordinat qrafikindən yolu tapanda həmişə işarəli. A, B, C. Yəni A-dan gəldi B-yə, B-dən gəldi C-yə. Yəni AB üstəgəl BC. AB nədir? Buradan bura qədər olan məsafə. Həmişə koordinat oxuna baxın. 12 metr plus BC. Buradan bura qədər olan məsafə 6. Elə də 18 metr. İndi bizə də deyir ki, yola görə orta sürəti tap. Yola görə orta sürəti tapanda nə edirsən? Yolu bölürsən zamana. Yəni 18-i bölürəm. Neçə saniyə deyir? 6 saniyə. Bu da eləcək 3. Deməli, cavab olacaq Y variantı. 8-ci sualda deməli, biz bilirik ki, bu bərabər sürətli hərəkətdir. Yəni, x bərabər x0 plus vxt-dir. İndi biz burada v-ni tapaq da. V bərabər x çıx x0 böl t. Bax, son koordinat budur. Bax, son koordinat. Görsə, son koordinat 2-dir. Çıx, başlanğıc koordinat 4-dür. Zaman da 5-dir. Bu deyilir -0,4. Gətirib burada yerinə yazsaq. 4 çıx 0,4-dir. Cavab olacaq C variantı. Sonra 9-cu sualda bax, x bərabərdir. Bu nə deməkdir? -2 plus 6t plus 3t kvadrat. Bunu görən kimi avtomatik koordinatın düsturunu yazırıq. x0 plus v0t plus a böl 2t'nin kvadratı. Bax, x0 yerinə durub -2. v0 yerinə durub 6. A böl 2'nin yerinə də durub 3. Yəni, buradan gördüm ki, v0 6 metr böl saniyədir. A böl 2 3 isə A da eləyir. Deməli, 6 metr böl saniyə kvadrat. Deməli, cismin başlanğıc sürəti 6-dır. Təcil də müsbətcə, deməli, düz xət yuxarı yönəlir də. Deməli, bu olmaz. Burada başlanğıc sürət 0-dır. Bu da olmaz. Çünki düz xət aşağı yönəlir, təcilin proyeksiyası mənfidir. Bu da olmaz. Bu bərabər sürətlidir. Deməli, bu da olmaz. Amma cavab oldu bu. Çünki həqiqətən də buradan təcili tapanda 12-dən 6 çıxıb 1-ə böləndə eləyir 6. Sonra keçək 10-cu suala. Burada düz xət yuxarı yönələndə təcilin proyeksiyası olur müsbət. Təcilin proyeksiyası olur müsbət.
Burada bərabər sürətli hərəkətdir. Bərabər sürətli hərəkətdə təcilin proyeksiyası sıfırdır. Düz xətt aşağı yönəldiyinə görə təcilin proyeksiyası olacaq mənfi. Deməli, təcil müsbətdirsə qrafik yuxarıda olacaq, sonra sıfır olacaq, sonra mənfi. Deməli, cavab olacaq A variantı. Sonra keçək bura. 11-ci suala. Gedilən yol yer dəyişmədən neçə metr çoxdur? Bax, burada birinci yolu tapaq. Yolu da həmişə mən deyirəm, koordinat qrafikindən həmişə işarələyirsən. A, B, B, C, C, D. A-dan B-yə gəlib, B-dən C, C-dən D. Yol nədir? Baba, buradan bura gəlib. 7 metr. Plus. Burada sükunətdədir. Bu heç, bunu saymırsan. Sonra buradan da bura gəlib nə? 4 metr. Deməli, yol oldu 11 metr. Yer dəyişmə nədir? Son çıx başlanğıc. Yəni son nədir? Sonu. Baba, burada yazıram. Son nöqtə budur. Bax, görürsən, sıfırdır. Çıx başlanğıc da budur. 3. Eləcə mənfi 3. Modulu dediyinə görə 7 saniyə gedilən yol yer dəyişmədən, da demir ha, yer dəyişmənin modulu neçə metr çoxdur. Deməli, çıx yer dəyişmə. Düzdür? Əlbəttə bu olacaq 11 üstəgəl 3 olar da. Burada modul olar, modul. Modulun bizdən soruşur. Yer dəyişmənin modulundan. Olacaq 11 çıx 3, bu da eləcək, deməli 8. Cavab C variantı. Sonra 12-ci sualda bax, buna deyirəm T1, buna deyirəm T2. Deməli, biz bilirik ki, 0-T1 intervalında ümumiyyətlə 0-ın yuxarısı müsbətdir də, V müsbətdir, sürətin proyeksiyası müsbətdir. Düz xətt yuxarı yönələndə təcilin proyeksiyası olur müsbət. T1, T2 yenə V müsbətdir. Düz xətt aşağı yönəldiyinə görə təcilin proyeksiyası mənfidir. İndi 0T1 V müsbətdirsə, cisim üzü yuxarı gedir. Yəni X ox istiqamətdədir. A müsbətdirsə, parabolanın qolu yuxarı yönəlir. Yəni bu da ola bilər. Bu olmaz. Bu da olmaz. Bu da olmaz. Bir də bu ola bilər. Sonra A müsbətdir, parabolanın qolu yuxarı. İndi T1, T2-də V müsbətdir. Yəni cisim X ox istiqamətdədir. Deməli bu səhvdir. A mənfidirsə, bax, parabolanın qolu görsən aşağı yönəlib, bax. Deməli, cavab olacaq Y variantı. Sonra baxaq 15-ci suala. Deyir ki, sürət proyeksiyasının zamandan asılı qrafiki verilmişdir. Cisim hansı hissədə X oxunun əksinə hərəkət edib? Deməli, biz bilirik ki, 0-ın yuxarısı müsbətdir VT qrafikində. Aşağısı mənfidir. X oxun əksi deyəndə V-nin mənfisini götürürsən. Yəni, bunlar bizə lazım deyil. Bax, bunun yuxarısı mənə lazım deyil. Ya, deməli. Ya, deməli, AB-dir, ya da YK-dır. Əlbəttə budur da. Yəni, cisim hansı hissədə X oxun əksinə hərəkət edib? AB, bir də YK. Düzdür, burada cavab verilməyib. Mən burada cavab olaraq C variantını qeyd edirəm. AB və YK. Sonra 16-cı sual. Sürətin proyeksiyasının zamandan asılı qrafiki verilmişdir. Təcilin istiqamətini təyin edin. Bax, biz bilirik ki, yenə də deyirəm. VT qrafikində 0-ın aşağısı mənfidir. Yəni, V burada mənfidir proyeksiyası. Düz xətt yuxarı yönəldiyinə görə A-sı bunun nədir? Müsbətdir. Deməli, cisim X oxun əksinə gedir. Sürətin istiqaməti bu olacaq. Çünki X oxun əksinə getdiyinə görə istiqamət bu tərəfə olacaq. A müsbətdirsə, deməli, yavaşlayan hərəkətdə həm işarələr əks olur, həm də istiqamət əks olur. Onda təcilin istiqaməti belə olacaq. Deməli, hansı olacaq? Sağa. 13-cü suala baxaq. Sürət proyeksiyasının zamandan asılı qrafikinə əsasən, deməli, T0-cı saniyə üçün hansı fikir doğrudur? Əlbəttə ki, bax, bu T0-cı anında hər iki cisimin sürəti eyni olur da. Tutaq ki, V olur, hə? Onda A-nın B-yə nəzərən sürəti nə olacaq? A-nın sürətindən B-nin sürətini çıxıram. Yəni, V çıx V. Beləcə 0-da. Deməli, burada A-nın B-yə nəzərən sürəti 0 olar da. Nisbi sürət. Aydındır. Sonra keçək 14-cü suala.
koordinatın zamandan asılılıq qrafiki verilmişdir. Cisim hərəkət istiqamətini neçə dəfə dəyişib. Aha, bax. Burada cisim hərəkət istiqamətini dəyişmir. Bura sükunətdir. Bax, burada cisim üzü aşağı gedir. Deməli, bunun V-si mənfidir. V-si mənfidir. Gəldi, bax, bu nöqtədə V oldu müsbət. Bax, yazıram burada müsbət. Sonra bax, bu nöqtədə V olacaq mənfi. Sonra bu nöqtədə olacaq V müsbət. Deməli, belə deyirlər də, koordinat zaman qrafikində cisim hərəkət istiqamətini neçə dəfə dəyişməyini bilmək üçün kəskin döngə nöqtələrinə baxırsan. 1, 2, 3. B variantı. Və yaxud da sürət işarəsi neçə dəfə dəyişib. Bunu lap belə də çəkə bilərəm siz üçün. XT qrafiki. Biraz geniş çəkimçi bilir. Burada V mənfidir. Mənfi. Bu nöqtədə olacaq V müsbət. Müsbət. Düz xət yuxarı yönələndə. Bax, burada yenə düz xət aşağı yönəlir. Oldu V mənfi. Sonra yuxarı yönəldiyinə görə oldu müsbət. Bax, sürət işarəsini harada dəyişdi? Bax, bu nöqtədə, bir də bu nöqtədə. 3 dəfə dəyişib istiqamət. Sonra 15-ci sual. 15-i izah elədim də sizə. 15-i izah elədim. Deməli, 16-nı da izah elədim. 17. Düz xətli bərabər təcilli hərəkətdə hansı şərt ödənilir? Bərabər təcilli hərəkətdə biz bilirik ki, təcilin qiyməti və istiqaməti dəyişmir də. Onda olacaqdır. Deməli, hansı olacaq? Yalnız 5. Ən qəşəng suallardan biri budur. Deməli, düz xətli hərəkət edən cisimlər müşahidə başlayan anda 6 saniyə sonra bir-birindən hansı məsafədə olar? Deməli, nə edirik? Birinci bunun, bunların biz sürətini tapırıq. Birincinin sürəti olacaq. Çünki bərabər sürətli hərəkət edir. X0 böl T bərabərdir. Birincinin son koordinatı 0-dır. Başlanğıc koordinatı 10-dur. Zaman da 2-dir. Mənfi 5 burada istiqamət göstərir. Qiymət deyil. Mənfi 5 metr böl saniyə. İndi ikincinin sürətinə baxaq. İkincinin sürəti. Deməli, son koordinatı 0, başlanğıc koordinatı mənfi 20 böl 2, 10. Bu deyiliz 10. İndi bax. Bax, bizə deyir ki, 6 saniyə sonra. 6 saniyə sonra tutaq ki, bax, bunu biraz uzadıram bu tərəfə. 6 saniyə sonra, 6 bu olsun. Bu da gəldi bura. Bu da oldu 6 saniyədən sonra. İndi baxaq. Bax, görək, bu cisim buradan bura nə qədər məsafə qət edir, bir də buradan bura. İndi bax. İndi birinci cismin koordinatını yazıram. Bax, birinci cismin. X0 minus plus VT-dir də düz ümumi şəkildə. Başlanğıc koordinat, bax, birincinin başlanğıc koordinatı 0-dır. Sürəti mənfi 5-dir. T də nədir? Bax, çox adam bunu götürüb 6 yazır. 2-dən 6-ya gəlibsə zaman 4-dür burada. Yəni 6-dan 2 çıxırsan 4. Bu elədir 20 metr. Bu mənfi istiqamət göstərir. Yəni cisim buradan bura gəldi 20 metr. Bax, bunu burada çəkirəm. Bax, birinci cisim, bax, 20 metr. İndi tapıram ikinci. X2 bərabər yenə X0 plus VXT. Yenə başlanğıc koordinatı ikincinin 0-dır. Bax, buradan başlayıb hərəkətə. Sürət sabitdir də 10-dur. Plus 10. Yenə T-ni sən nə götürürsən? 4. 2 saniyədən 6 saniyəyə gedib də elə bil. 40 metr. Deməli, bu da getdi. Deməli, nə qədər? 40 metr. İndi əlbəttə bunlar arasındakı məsafə nə olacaq? 60 metr. Sonra baxaq. Deməli, 19-cu, 20 sualdır burada. 19-cu sualda, bax, burada nədir? Cisimlər arasındakı məsafə harda ən böyük olar? Sahəyə görə təyin edirsən də. Məsələn, 1 ilə 4-ə baxaq, bax. 1 ilə, bax, 1-in altındakı sahə budur. 4-ün altındakı sahə budur. Bu. Əlbəttə, bunlar arasındakı məsafə budur. Bax, birincini yazıram, A variantı. A variantında cisimlər arasındakı məsafə bu qədərdir. Bu getdi. 1, 4.
İndi B variantını yazıram. Bax B variantı 2 ilə 4-dür. 2 bax 2 budur. 2 budur. 4 də budur. Deməli A variantındakı sahə budur. Üzr istəyirəm B variantında. İndi C variantına keçirəm. C. 1 ilə 3. Bax 1 budur. 3 də budur. Bax. Bu da olacaq belə. Sonra D variantı. 1 ilə 2. Bax yenə də deyirəm. 1 ilə 2-nin arasındakı sahə elə bil 1 ilə 2-nin arasındakı sahə elə budur da. Bax. Bax bu. Deməli olacaq bax bu. Bu sahə. Bildinizdən niyə görə? Çünki bax 2-nin altındakı cisimlər arasındakı məsafə nədir? Bax bu ümumi sahədən, bax bundan, bax bundan 1-in altındakı sahəni çıxsam, bax bunu alıram da. Və Y variantındakı nə olacaq? Y variantında isə deməli 2 ilə 3. Əlbəttə bax 2 ilə 3-ə bax. 2 ilə 3-ün arasındakı sahə budur. Deməli ən böyük sahə əlbəttə budur da. Bunların içində hansı ən böyükdür? Əlbəttə bu. Deməli cavab olacaq Y variantı. Və ən nəhayət axırıncı suala baxaq, 20-ci sual. Deməli sükunət halından V00 bərabər yerləşən hərəkət edən cismin koordinat zaman qrafiki verilib. Cismin 3-cü saniyədə, 3-cü deməli n bərabər 3 yazıram. S yer dəyişmə bərabər sual. Deməli n-ci saniyədə yer dəyişmə düsturu var. C, belə. V00'dur. Düstur ümumi şəkildə budur. V0 plus yeyinləşən hərəkətdə. A-vır 2n minus 1 bölü 2. V00 olduğuna görə düstur belə olacaq. Bax. A-vır 2n minus 1 bölü 2. N-i yerinə 3 yazsam, olacaq nə? A vır 2 vır deməli 3 çıx 1 böl 2. Bu da eləcək nə? 2 üçün 6. 6-dan 1 5. 5 dənə A böl 2. Aha, mənə A lazımdır. Vəsiyo. Deməli A-nı da bax buradan mən tapa bilərəm də. Deməli koordinatın düsturu belədir. Bax. Ümumi şəkildə koordinatın düsturu x bərabərdir x0 plus v0t plus at kvadrat bölü 2. Başlanğıc sürəti 0-dır. Bizə məsələdə deyib. Başlanğıc koordinatımız 2-dir. Son koordinatımız 4. Onda olacaq at kvadrat bölü 2 bərabər 4-dən 2 çıxıram 2. Onda at kvadrat bərabər 4. A bərabər t də 1-dir də burada 4. A-nı tapdım 4. Gətirib burada yerinə yazıram. 5 vur 4 bölü 2. Bu da eləcək 10. Deməli cavab olacaq Y variantı. Diqqətinizə görə sağ olun. Gələn dərslərdə inşallah Allahın köməyi ilə görüşənədək.